Ustad Mirzə Cavad Məliki Təbrizinin Əl-Müraqibət kitabında Rəcəb ayı ilə bağlı bir maraqlı bir ifadə gəldi rastıma. Mən inanıram ki, bəzi eşidənlər bundan bərk narahat olacaqlar. Necə ki, mən də narahat oldum. Beləliklə, duadan apardığınız bəhrə təkcə sözlərin tələffüzü olmasın və ibadətiniz də dörd ayaqların ibadətini oxşamasın. Yəni, təsəvvürünüzə gətirin ki, hədis də var ki, bəzi insanlar onlara orucdan ancaq açsızlıq qalar, namazdan da əyilib durmaq qalar. Səhv etməsəm, Həzrət Əli əleyhissalamdan nəql olunub bu məzmunda hədis. İndi təsəvvürünüzə gətirin ki, dua edir insan. Onun bəhrəsi ancaq sözlərin tələffüzü qalır. Ariflərdən biri, ustadlardan biri deyirdi ki, siz elə bilirsiniz ki, Həzrət Əli ilə bizim namazımız arasındakı fərq vələddallin sözünün bad hərfindədir. Hədisdə var ki, sənin nə qədər hüzuru qəlbin olubsa, o qədərin namazdan qəbuldur. Sən təsəvvür elə ki, 30 il namaz qılmısan. Gəlsən, Allah Taala deyir ki, 6'da bir gün namazının 6'da bir hissəsində diqqətli oldun, o qəbul olunub. Uçdu getdi. Bəs nə oldu? Vələddallin, dəst namazda burada su belə qaldı, o elə oldu. Bəs bunlar nə oldu aqibətləri? Duada dilə gətirdiklərinizi doğrultmağa çalışın və mütəal Allahın huzurunda dayanıb yalan danışmayın. Sən o duaları oxuyursan, ha? Məsələn, Allahdan başqa ilah və məbud yoxdur, təkdir və şəriki yoxdur, mülk və həmd sənə ona məxsusdur, dirildir və öldürür. Lakin Allah özü, yəni diridir, ölmür, xeyir onun əlindədir və o hər şeyə qadirdir. Sən öz həyatında, öz etiqadında bunlara qailsən. Xeyir tamamilə Allahın əlindədir, Allah tamamilə mülk sahibidir. Sən İyyəkə nə'budu və İyyəkə nəstə'in. Yalnız sənə ibadət edirik, yalnız səndən kömək edirik, amma danışığında yalan danışırsan. Deyirsən ki, ilahi mən sənə şükür etdim, filan etdim, beşməkan etdim, amma yalan danışırsan. Əgər halınız Rəbbə dediyiniz sözləri təsdiqləmirsə, bu sözlərdə bəzi məcazi mənaları nəzərdə tutun. Bir növ ki, tutalım mən dua oxuyuram, deyirəm, mən şükür edən bəndəyəm. Mən şükür edən bəndəyəm. Mən axı bilirəm, mən şükür edən bəndə deyirəm. Qayıt dinən ki, yəni əslində olmaq istəyirəm, amma belə deyirəm də. Çünki bunu da edə bilmirsinizsə, sözləri elə bir şəkildə dəyişdirin ki, açıq, aşkar, yalan və boş iddia olmasın. Çünki Allaha məhəbbətin mənasını bilməyən bir şəxs Allahla ünsiyyəti necə iddia edə bilər? Allaha yaxın olmağın mənasını bilməyən bir şəxs necə deyə bilər ki, məni günahlar uçurumundan çıxar və sənə yaxın olmağın yüksəkliyinə çatdır? Biz namazda hər gün deyirik, falan işi görürəm ki, qurbətən ilə Allah. Nə qədər mənasını bilirik ki, qurbətən ilə Allah, Allaha yaxın olmaq üçün nə deməkdir? Hamı soruşur ki, bu namazın niyyətində mən nə deyim? Amma hələ də mənə şəxsən kimsə deməyib ki, qurbətən ilə Allah nə deməkdir? Bu gecələrdə Allahın haram buyurduğu işlərlə məşğul olanlar isə başqa gecələrdə haram iş görənlərdən daha pisdir. Bu iş insanın aqibətinin xeyirli olmamasına səbəb ola bilər. Ola bilər ki, sən bu işi burada yetirdiyi bir savab verilər. Məkkədə yerinə yetirilsən, əlavə savab verilər. Günah da belədir. Bir adam var idi, haram işlə məşğul idi. Qayıdıb deyirdim ki, qardaşım, Ramazan ayında eləmədə. Eləyirsən, heç olmasa, ged ginən, qaxıl evində otur ginən. Allahın ayını qoru. İnandırım, o adamın başına elə xoşa gəlməz işlər gəldi ki, adam dilə gətirməyi istəmir. Ona görə bir də görürsünüz ki, bəziləri dinə qarşı pis mövqeydədir. Oturur Ramazan ayında başlayır hörmətsizlik eləməyə. Elə bilir ki, mən dinə inanmıramsa, mən hörmətsizlik eləməliyəm. Mən də, məsələn, bütpərəstliyə inanmıram. Qardaşım, mən oturub videolarımda bütpərəstləri söyürəm. Mən bütpərəstliyə inanmıram, qardaş. O əqidəni batili bilirəm. Heç bir dəfə məni görməzlər ki, oturum, məsələn, bütpərəstləri oturum ələ salım. Oturum, nə deyim ki, inək belə gəldi, büt belə gəldi, filan belə gəldi. Yəni, ona görə, amma bəzilər deyir ki, mən ateistəm, Allah yoxdur. Olmayan Allahla da başlayır mübarizə aparmağa. Xahiş edirəm, buna diqqətlə qulaq asın. Yəni, çoxu xüsusilə deyir, mənim nə yaşım var, 40 yaşım olanda tövbə edərəm, mənim nə günahım var. Alim deyir ki, elə düşünürəm ki, sən gizli günahlardan pak deyilsən. Yəni, var aşkar günahlar. Aşkar günahlar, məsələn, təhqir etdim, söyüş söydüm, bu aşkar günahdır. Zülm etdim kiməsə, yetimin malına əl vurdum. Bunlar zahirdir, amma bir var batin riyakarlıq. Riyakarlığı kim təşxis edə bilər? Kimə deyə bilərsən sən riyakarsan? Və məsələn, bəzi günahlara görə tövbə etməyi təxirə salmaq. Tövbə təxirə salmaq da alim deyir ki, batini günah sayılır. Çünki məşhur nəzərə görə tövbə etməyə tələsmək təcili vacibdir. Təcili, yəni dərhal. Ona görə bəzi hədislərdə var ki, deyir, 7 saat bəzən insana fürsət verirlər. Mələklər dərhal sən günahlı yazmazlar. Allah deyər ki, 7 saat buna vaxt verin. Bəlkə bu qandı, bəlkə getdi tövbə elədi. Haçan ki, eləməsə insan, artıq ona günah yazılır. Vacib əməli tərk etmək isə nədir? Haramdır. İndi tövbəni təxirə salmaq nədir?
Haramdır. Risalələrdə ancaq zahiri əməllər yazılır da. Dəstəmaz hamısını zahirlə edirsən. Risalədə məsələn əxlaqi rəzalətlər yazılır, yazılmır. Uc, riyakarlıq, paxıllıq, simiclik, nə bilim kiminsə pisliyini istəmək filan. Yox, risalə bu işlərə qarışmır. İndi ona görə deyir ki, yəni həmin bu əxlaq aləmində, irfan aləmində tövbəni təxirə salmaq haramdır. Haramdır. Yaxud ruhu bəzi rəzalətlərdən təmizləmək vacibul eyndir. Yəni bir şey birbaşa olaraq özü vacibdir. Bu vacib əməli tərk edib müstəhəb ibadətlərlə məşğul olmaq isə haramdır. Yəni bəziləri ola bilər bunu eşitsinlər, şok olsunlar ki, bu nə danışır? Yəni bunlar əxlaq, irfan, seyr-i sülük mənasındadır ya. Ona görə deyir ki, bəzi adamların savabları digərləri üçün günah hesab edilə bilər Allah dərgahında. Məsələn, ola bilər mənəm sübh namazına yatdım qaldım. Səhlənkarlıq elədim, yatdım qaldım. Amma bunu hansısa alim eləsə, Allah onun başına elə oyunlar gətirər, onu cəzalandırar ki, gəl görəsən. Və ya ola bilər ki, mənim cibimdə 20 manatım var, gördüm bir fəqir insan var, çıxartdım 5 manat ona verdim. Ya Allah Taala mənə savab verər. Amma ola bilər ki, bir Allah yolunu gedən adam götürsün o 20 manatın, 5 manatını versin, Allah onun günah yazsın. Sən 5 manat nə idi verdin? Peyğəmbərlər ehtiyac sahibi görəndə 20 manatını veriblər ya kişi. Amma bu mənim üçün önəmli bir şey deyil axı. Yəni bu Allah məndən bunu tələb eləmir də. Sən ruhu təmizləməyi kənara atıb sən gecə namazı qılırsan. Ondan daha zəruri işlər var. Bu iki günah, yəni tövbə etməyi yubatmaq və vacib əməli qoyub müstəhəb ibadətlə məşğul olmaq kimi bir sıra gizli günahlar vardır. Bu da gizli günahlardır. Ona görə biz hədisdə görürük ki, görsən cəmaət müstəhəb işlərlə məşğul olurlar, sən vacib işlərlə məşğul ol. Burada vacib deyərkən nədir? Bizə aydın oldu ki, şeylər var. İndi